Ödənilən məbləğlər insanların normal yaşayışı üçün kifayət etmir. Elə təbəqə var ki, o həm işləyir, həm də sosial yardım alır, müavinət alır. Aldıqları əmək haqqı ilə, qazancları ilə dolana bilmədiklərinə görə sosial müavinət alırlar. Sosial müavinət heç vaxt insanın tam olaraq xoşbəxt yaşayışına zəmanət verə bilməz. İnsan işləməlidir, insan çalışmalıdır, nəsə qazanmalıdır. Amma o cür işləyib qazanmaq üçün Azərbaycanda o şərait yoxdur. Yəni, əmək haqları o dərəcədə deyil. Məsələn, məşğulluq xidmətlərinə insanlar yönləndiriləndə, məşğulluq xidmətinin təqdim etdiyi işlər neçə olur? 350 manat, 400 manat, 500 manat, 600 manat. Yol pulunu bəzən görürük. Və o zaman bu insan düşünür ki, məni göndərdi evimdən 30-40 kilometr kənarda bir işə getməliyəm. Bizdə ictimai nəqliyyatda, indi Bakıda varsa da, rayon yerlərində bu o qədər də bilirsiniz ki, inkişaf etdirilməyib. Yəni, insan ya taksidən istifadə eləməlidir, ya yol maşını, ya da göz maşını ilə gidib gəlməlidir. Və bu zaman və yeməlidir də. Baxır ki, mən bu gedəcəm haradasa bir 150 manat yeməyimə, bir 150-200 manat da yol puluna gedir. İndi baxır ki, əlimdə nə qalır? Düşünür ki, yox, heç mən buna gedib işləməsəm yaxşıdır. Və məşğulluq xidməti isə bir orada qabağında bir işarə qoyur ki, işdən imtina etdi və yaxud hər hansı bir dövlət idarəsi ki, işdən imtina etdi. Çünki o ona sərf etmədi və bununla da o həm də özünü dövlətdən alacağı müavinətdən məhrum etmiş olur.